Fevralın 3-ü həftənin bazar ertəsi və yeni gün başlayıb, yeni bir həftə başlayıb. Hər kəsə də uğurlar arzuluram. Eləcə də təhsil sahəsində çalışan bizim pedaqoqlarımıza, təlimçilərimizə və bu gün də biz təhsillə bağlı danışmağa yığışmışıq. Əslində təhsil bir çox fikirlərimizə kömək edir. Ümumiyyətlə təhsilin inkişafında müəyyən bir yeniliklər olanda biz buna görə sevinirik əlbəttə. Çünki yenilik nədir? Yenilik təbii ki, uğur aparan bir yoldur və təhsil də insanın həyatında qarşılaşdığı hər hansı bir çətinliklər varsa onu aşmasına bir növ vasitədir, bir növ köməkdir. İndi bugün də iki qonağımız olacaq. Onlardan da soruşacaq təhsillə bağlı fikirlərini və əslində bugün geniş bir şaxəli bir mövzuları işləyəcəyik. Həm hüquqla bağlı, eyni zamanda erkən evliliklə bağlı, qadın zorakılıqla bağlı. Görürsüz, hər bir demək olar ki, danışdığımız mövzuların kökündə maarifləndirmənin olmaması dayanır, təhsilin olmaması dayanır. Biz bugün xitab eləyəcəyik. Yəqin ki, belə başa düşdüm ki, daha çox qadınlarımıza xitab eləyəcəyik. Ona görə də Labirint Hüquq Xidmətləri və Təlim Mərkəzinin təsisçisi və rəhbəri, eyni zamanda qadınların inkişafına və maarifləndirilməsinə dəstək İctimai Birliyinin Qadın Hüquqlarının Müdafiəsi Departamentinin rəhbəri Ayan xanım Qurbanova bugün bizimlə sağlam təhsildədir. Sabahınız xeyirli olsun. Sabahınız xeyirli olsun. Hər kəsi salamlayıram. Uğurlu həftə diləyirəm. Təşəkkür edirik və qadınların inkişafına və maarifləndirməsinə dəstək İctimai Birliyinin icraçı direktoru Səmaya xanım Hətəmova da bugün bizə təhsildən danışacaq. Sabahınız xeyir olsun. Hər birinizi salamlayıram. Təşəkkür edirik və ilk olaraq ənənəvi olaraq baxın, təhsil haqqında müəyyən bir həm belə deyək, reklam səslənməsində, həm də eyni zamanda tanıtım reklamında, çarxında fikirlər bildirildi. Sağlam təhsil belə olar, sağlam təhsil ümumiyyətlə necə olar? Suallar həmişə ünvanlayırıq dinləyicilərimizə. Bəs sizin fikriniz necədir? Ümumiyyətlə sağlamdırmı təhsilimiz? Siz təhsili necə görürsüz? Bir fikirlərimizi əslində deyə bilərik ardıcıllıqla. Əslində sağlam təhsil üçün təbii ki, müxtəlif aspektlərdən baxsaq, yəni müxtəlif səbəbləri göstərə bilərik. Sağlam təhsil üçün təbii ki, sağlam mühit lazımdır və sağlam mühiti formalaşdırmaq üçün təbii ki, ailədən gələn bir prosesdir bu. Yəni ailədə bir formalaşır, ailədə sağlam mühit formalaşır. Ondan sonra artıq bağçada həmin mühit daha da təkmilləşir. Bağçadan sonra təbii ki, təhsil müəssisələrində, məktəblərdə 11 il təhsil alırıq. Daha sonra isə müxtəlif ali təhsil müəssisələrinə təhsil alırıq. Təbii ki, bu da sağlam təhsilin, sağlam mühitin yaradılmasına gətirib çıxarır. Ancaq bir şeyi vurğulamaq istəyirəm ki, sağlam təhsil üçün, yəni əsas kadrlar yetişir təbii ki, ali təhsil müəssisələrində. Ancaq savad təbii ki, insanın daxilində olmalıdır. Ali təhsil müəssisələri insanlara bilik verir, dünya görüşü verir, təcrübə verir. Ancaq savad insanın daxilində olmalıdır və təbii ki, o savadı mükəmməlləşdirmək üçün, üzərində işləmək üçün təcrübə lazımdır və müəyyən təşkilatlarda fəaliyyət göstərmək lazımdır. Sadəcə, yəni universitetə qəbul oldum, ondan bitmədi. Universitetə gedib gəlmək lazım deyil. Əlavə olaraq fəaliyyətlə məşğul olmaq lazımdır, könüllü fəaliyyəti. İstər müəyyən ödəniş alınsın və ya alınmasın, təbii ki, orada müəyyən əsas şərt nədir? Müəyyən fəaliyyətlərlə məşğul olunmalıdır, dil bilikləri artırılmalıdır, hansı ki, bizim dediyimiz yumşaq bacarıqlar, çətin bacarıqlar, yəni onların üzərində inkişaf etmək lazımdır. Ali təhsil müəssisəsini bitirən bir gənc olaraq, misal üçün, ünsiyyət qurma bacarığı yoxdur. Niyə? Çünki 4 il ərzində sadəcə universitetə gedib gəlib. Mən sadəcə təhsil alıram. Yəni, ondan başqa bir şey yoxdur. Sizin mövqeyiniz necədir, Ayan xanım? Öz üzərində daimi olaraq işləməlidir, özünü inkişaf elətdirməlidir. Yəni bu təkcə ali təhsillə yetməməlidir. Yəni bir insan daimi olaraq özünü maarifləndirməlidir. İnkişafı yolunda bir addımlar atmalıdır. İctimai fəal olmalıdır. Yəni bunlar çox önəmlidir. Maraqlıdır, Səmaya xanımın, Ayan xanımın təhsilə gedən yolda hansı üzləşdiyi çətinliklər olub, amma istəyərdim ki, bunlara birazdan toxunaq. Çünki sizi yaxından tanımaq istəyirəm. Labirint Hüquq Xidmətləri və Təlim Mərkəzinin təsisçisiz, rəhbərisiz Ayan xanım və eyni zamanda bayaq da söylədim, qadınların inkişafına və maarifləndirmə dəstək İctimai Birliyinin də eyni zamanda qadın hüquqlarının müdafiəçisisiz. İlk növbədə istəyirəm ki, Samaya xanım birlik haqqında məlumat versin. Bir icraçı direktor kimi. O zaman başlayaq. İdarə etməni siz üzərinizi götürmüsünüz. Təşəkkür edirəm. Qadınların inkişafına və maarifləndirilməsinə dəstək İctimai Birliyi 2016-cı ildən bəri fəaliyyət göstərir. Əsasən bizim təşkilat olaraq, İctimai Birliyi olaraq əsas məqsədimiz cəmiyyəti gücləndirmək, cəmiyyətə töhfə vermək, xüsusilə də qadınların cəmiyyətə olan necə deyim, yəni cəmiyyətə töhfə verməkdən əlavə olaraq xüsusilə qadınları vurğulamaq lazımdır ki, burada qadınların inkişafına və adından göründüyü kimi maarifləndirilməsinə dəstək olmaq, əlavə olaraq qadınların səlahiyyətlərinin artırılması ilə bağlı
Burada müxtəlif demək olar proqramlarda fəal iştirak edirik. Beynəlxalq coaching proqramı, əlavə olaraq beynəlxalq mentorluq proqramı və sair biznesin rəqəmsallaşdırılması ilə bağlı xüsusi təlimlər veririk. Təbii ki, təlimlərin sonunda müəyyən sertifikatlar təltif olunma prosesləri gedir. Əlavə olaraq qadınların inkişafına və maarifləndirilməsinə dəstək ictimai birliyinin əsas istiqamətlərindən biri də departamentlərin fəaliyyət göstərməsidir. Həmçinin dediyimiz kimi qadınların hüquqlarının müdafiə olunması ilə bağlı departamentin rəhbəri Ayan xanım Qurbanova bu gün bizləndir. Əlavə olaraq Fəridə Fərziyeva, onun da adını çəkmək istərdim, hansı ki bizim marketinq və layihələrin idarə edilməsi departamentinin rəhbəridir. Daha sonra mədəniyyət və yaradıcılıq departamentinin rəhbəri Ayda Kafeci, mentorluq, koçluq və psixoloji dəstək departamentinin rəhbəri. Təbii ki, rəhbərləri ilə adlarını deyirəm ki, yəni onlar da adlarını çəkmək düzgün olardı, yerinə düşərdi. Daha sonra təbii ki, digər istiqamətlərdən biri də təşkilatın, ictimai birliyimizin əsas istiqamətlərindən biri hal-hazırda mövcud olan departamentlərin sayının daha da çoxalması və müxtəlif istiqamətlərdə olan, məsəl üçün mədəniyyət yaradıcılığını dedik, mədəniyyəti dedik, yaradıcılığı dedik, əlavə olaraq psixoloji bir dəstəyi dedik, hüquq sahəsini dedik, əlavə olaraq da departamentlər fəaliyyət göstərsə və təbii ki, işini peşəkar şəkildə görən qadınların bir araya gələrək o departament ərzində, yəni departament daxilində fəaliyyət göstərsələr, təbii ki, bu daha yaxşı bir nəticələnər. Yəni, gələcək istiqamətlərimizdən biri də budur ki, departamentlərin sayı artsın və qadınlarımıza inkişaf və Yəni buna ehtiyac duyursunuz əlbəttə. Siz Ayan xanım? Bəli, 2024-cü ilin dekabr ayında qadınların inkişafına və maarifləndirilməsinə dəstək ictimai birliyinin nəzdində qadın hüquqlarının müdafiəsi departamenti yaradılmışdır. Hal-hazırda fəaliyyətdəyik. Müxtəlif planlarımız var bu sahədə. Belə deyək, əsas yaradılma məqsədi qadınların hüquqi maarifləndirilməsidir. İctimai birliyimizin Azərbaycan Respublikası ictimai birliklər, qeyri-hökumət təşkilatları və fondlar haqqında qanunu ilə tənzimləməsini təşkil etməkdir. Daha sonra bizim cəmiyyətimizə üzv olan xanımların hüquqi maarifləndirilməsidir, onların hüquqlarının müdafiəsidir. Müxtəlif maarifləndirici tədbirlərin təşkilidir. Bura aiddir konfranslar, sonra seminarlar, hüquqi konsultasiyalar, məsləhətlərin verilməsi və digər tədbirlər. Necə düşünürsünüz? Qadınlarımızın ən çox qarşılaşdığı problemlər hansılardır ki, məsələn, hüquq nöqteyi nəzərindən bunu həll etməyi öz üzərinizə götürürsünüz? Hal-hazırda, yəni belə deyək, həm şəxsi işlərində müxtəlif problemlər ola bilər, hansıları ilə bağlı ki, bunlar müraciət edə bilərlər və yaxud iş fəaliyyətləri ilə bağlı hansısa bir yəni durumlar yarana bilər ki, onların hüquqi dəstəyə ehtiyacı ola bilər və müxtəlifdir. Yəni burada konkret bir Amma ümumilikdə cəmiyyətin məsələn qadınlarının ən çox problemləri nə ilə bağlıdır? Ən çox hal-hazırda ən aktiv olan problem boşanmalardır, aliment məsələləridir. Yəni bugünkü gündə ən çox rastlaşdığımız. Digər sahələrdə düşünürəm ki, o qədər də belə deyək də aktiv olan, daha çox rastlanan bir məsələlər, yəni fərqli də istisnalar var, belə deyək. Erkən evliliklərlə bağlı daha çox müraciətlər olur. Hətta bizdən də istəyirlər ki, hüquqşünas dəvət edək, ümumiyyətlə bununla bağlı biraz maarifləndirmə işlərini artıraq. Mən istəyirəm ki, bugün proqramımızda imkan olarsa biz bu barədə də danışarıq. Erkən evliliklərdən, ümumiyyətlə qadın zorakılığından, qadınların öz hüquqlarını bilməməsinin təbii ki, kökündə dayanır, təhsilin olmaması, maarifləndirilmənin aparılmaması və ümumiyyətlə qadın nəyi bilməlidir? Erkən evlilik ümumiyyətlə insanın şəxsi inkişafına necə təsir edə bilər? Hətta deyərdim, onun gələcək iş həyatında hansı maneələr yarada bilər? Baxın, elə danışmışkən bu barədə danışa bilərik biz. Bir halda ki, söhbət açıldı. Yəni, ilk növbədə düşünürəm ki, maarifləndirilməyə yönəlməliyik və bizim bugünkü gündə ali məqsədimiz ilk növbədə valideynləri maarifləndirməkdir. Nəyə görə ki, həmin o övladlarını erkən evliliyə təhrik eləyəndə valideynlərdir. Çünki belə deyək də, ümumi desək, övlad dünyaya gətirirlər, qız övladı və ona bir uşaqlıqdan artıq bir proje halına gətirirlər bu məsələni ki, sən müəyyən yaşa çatdıqda ailə qurmalısan. Amma səbəblərini, sən niyə ailə qurmalısan, ailə institutu nədir? Bunu izah edən yoxdur, çünki dərk etmirlər. Hətta bəzən belə bir fikrə də rast gəlirəm ki, sanki qız uşaqları evdə bir qonaqdılar. Bəli.
nə zamansa elə bir ki, gedəcəklər, tərk edəcək. Yəni özlərini elə hiss edirlər. Yəni burada başqa bir məsələlər də var əslində ev. Yəni biraz kontekstdən çıxırıq, amma ev oğlana qalacaq. Yəni artıq qızı buna hazırlaşdır. Razısınız yəqin ki. Ona görə də biraz mənə elə gəlir ki, qadınlarımızı da hüquqlarını biz onları yadlarına salmalıyıq, öyrətməliyik. Hardasa buna bir mövzular təşkil etməliyik. Bunun ətrafında müzakirələr aparılmalıdır. Baxın, deyirik ki, erkən evlilik həqiqətən biz onun əleyhinəyik. Amma gənclər indi bizə qulaq asırlar. Təbii ki, bunun bir növ səbəblərini də öyrənməyə çalışacaqlar. Gənc bir insan üçün erkən evlilik, məsələn, nə dərəcədə ona mənfi təsir göstərə bilər? Onların həyatlarına sual verə bilər bizdən. Gənc soruşa bilər ki, bizim nəyimizə təsir edə bilər ki, erkən evlilik? Bir insan ümumiyyətlə evlənməmişdən öncə bir şəxsiyyət kimi formalaşmalıdır. Yəni evliliyə hazır olmalıdır. Amma əfsuslar olsun ki, bugünkü gündə problemlər nədən irəli gəlir ki, ailə qururlar, hələ belə deyək də evliliyə hazır olmadan, valideyn kimi formalaşmadan bu insan artıq valideyn olur. Valideyn kimi formalaşmadan da, yəni belə deyək, ailə kimi formalaşmadan, ailənin anlamadan artıq baxırıq ki, çoxsu boşanmaya gedir və ailələr dağılır. Səbəb də elə bundan irəli gəlir ki, insan hələ özün tanımır, hələ şəxsiyyət kimi formalaşmır, amma artıq ailə sahibidir və bunlar dərk etmirlər ki, ailə bir məsuliyyətdir. Yəni elə ailə qurmaq əslində çox asandır valideynlərin dəstəyi ilə. Amma bunun öhdəlikləri var. Onun öhdəliklərini daşımaq, valideyn kimi formalaşmaq, həyat yoldaşı kimi formalaşmaq bu çox çətin məsələdir. Yəni buna zaman lazımdır. Buna nəyə gəlirik? Maariflənməyə, təhsilə. Yəni bir insan ilk növbədə öz üzərində işləməyi bacarmalıdır. Daha sonra da yəni belə mühüm addımlar atmalıdır. Yəni Səma xanım, erkən evlilik zamanı gənclər hansı çətinliklərlə qarşılaşa bilər? Deməli, mən Ayən xanımın fikrini təsdiqləyirəm və bunun əlavə olaraq bunu deyə bilərəm ki, biz fərd olaraq doğuluruq, şəxsiyyət olaraq formalaşırıq və o şəxsiyyətin necə formalaşacağı təbii ki, bizdən asılıdır. Ancaq həmin dediyiniz erkən evlilik məsələsi, o zincir harda qırılır bilirsiniz? Yəni ailədə əsasən qırılır. Çünki gənclər təhsil almaq istəyir, ancaq ailə deyir ki, yox, sən evlənməlisən, sən artıq evlənəcək yaşdasan. Əsasən də bunu ucqar kəndlərdə, ucqar qəsəbələrdə biz ən çox rastlaşdığımız hadisələrdən biridir. Təbii ki, bunun qarşısını almaq üçün dediyimiz kimi, yəni maarifləndirilmə işlər görülməlidir. Təbii ki, təşkilatlar olaraq, bir qurumlar olaraq, bir şöbələr olaraq bunun üzərinə daha da çox işlənilməlidir. Hüquq aspektlərini Ayən xanım daha yaxşı sizə ətraflı məlumat verər. Dediyiniz yetəri qədər bu işlər aparılmadığına görə bu vəziyyətə gəlib çıxıb. Və əsas problem gənclərin qarşılaşdığı əsas problemlərdən biri elə təhsil sahəsini göstərə bilərik, sosial-siyasi hər bir sahəni göstərə bilərik ki, erkən evliliyin gətirdiyi problemlərdən biridir. Çünki müəyyən bir maddiyyat gəlməsə, müəyyən bir iş olmasa, əgər o ailəni necə saxlayacaq həyatda, o uşağa necə baxacaq və plus da ki, özünü dərk eləmir və bir qadın olaraq özünü başa düşə bilmirsə, öz istədiyini bilmirsə, ifadə edə bilmirsə, bəli, öz istədiyini ifadə edə bilmirsə, o uşağa nə öyrədəcək və yoldaşı ilə necə münasibət quracaq. Yəni ki, bunlar çətin proseslərdir. Aydındır. Bəli, ünsiyyət problemi, nitq problemi. Bu problemi biz uşaq yaşlarından da bəzən hiss edirik. Ona görə də istəyərəm ki, Rabitəli Nitq Reabilitasiya Mərkəzi haqqında məlumat verim. Uşaqlarınızda əgər ilk vaxtlarda, məsələn, nitqində müəyyən bir geriləmələr, baxın 3 yaşına gəlib uşaq 4 yaşına gəlib çatıb, amma danışa bilmir, tam olaraq cümlələr qura bilmir. Bu bizim problemimizdir. Hər şey elə oradan başlayır. Amma onun kökü də var. Təbii ki, ailə daxili münaqişələr rol oynaya bilər burada. Valideynin kifayət qədər uşağı ilə danışmaması, ünsiyyət qurmaması, bu kommunikasiya yaranmadıqda təbii ki, uşaqda müəyyən nitq problemləri yaranacaq. Ona görə də erkən vaxtlarda diaqnoz olaraq qoyulursa ki, uşağınızda nitq geriləmələr, nitq qüsurları var, artıq üst tutun Rabitəli Nitq Reabilitasiya Mərkəzinə. Peşəkar, təcrübəli komandası və mütəxəssisləri ilə sizin uşağınızla bağlı problemləri anındaca həll edəcəklər və mərkəz yaş məhdudiyyəti olmadan fəaliyyət göstərir. İstəyir defektoloq, istəyir loqopedlər, psixoloqlar, bu 3 demək olar ki, ixtisas sahibləri sizin uşağınızın müalicəsi ilə, terapiyasına məşğul olacaqlar. Yetər ki, siz istəyəsiniz müraciət etmək və qısa bir zaman ərzində də müsbət nəticələri əldə etmiş olacaqsınız. Bunun üçün nömrə deyəcəm. Bu dəqiqədə zəng eləyə bilərsiniz.
nömrəsi 050 867 2743. Təkrar edirəm, 050 867 2743. bitirib və təcrübəsi yoxdur. Təbii ki, təcrübəsi olmayan bir xanımda və ya hər hansı bir bacarığı yoxdursa, təbii ki, ona artıq evlənəndən sonra bu kimi bu aspektdə, yəni bir problemlərlə rastlaşa bilər. Çünki təhsil yoxdursa, yəni maddiyyat da yoxdur. Maddiyyat yoxdursa, təbii ki, müəyyən bir gəlirdə də problem yaşanır və təbii ki, bunun başqa bir aspektini də vurğulamaq olar ki, təbii ki, bu artıq maddiyyat yoxdursa, demək olar əlavə olaraq, çünki ali təhsil var, ancaq onun sonrası davam getmirsə, yəni davamlı gəlmirsə, təbii ki, bu təhsil sahəsində də bayaq vurğuladığım kimi müxtəlif aspektlərdən deyə bilərik. Sosial, siyasi, iqtisadi, cəmiyyətdə də məsəl üçün özünü tanıtmasında və s. hər bir cəhətdən demək olar problemlər var. Yəni bunları deyə bilərəm. Aha, valideynlər birinci hətta birinci Bəli, olaraq bəli, burada səbəbkar kimi Bəli. götürülür. Çünki valideyn savad verməyib, təhsil verməyib Bəli. övladına, ailə qrup Bəli. övladı Çünki və məcbur sonradan edir o özü də yəqin ki, təhsili olmadığına görə uşağınla bağlı müəyyən bir problemlər Bəli, bəli. yaşayacaq. Və düşünür ki, valideyn düşünür ki, bu anda mən övladıma belə deyək, borcumu tam olaraq yerinə yetirdim, onu evləndirdim. Amma anlamır ki, yəni erkən yaşında, amma Bəli. anlamır ki, elə ən böyük pisliyi həmin anda etmiş olur valideyn ki, öz övladını erkən nigaha təhrik edir. Yəni istisnalar da var ki, təbii ki, yəni xoşbəxt ailələr də var, amma əfsuslar olsun ki, çox azdır bugünkü gündə. Hüquq ümumiyyətlə bu barədə nə deyir? Məsələn, Yəni qadını valideynin məsələn cinayət məsuliyyətinə cəlb olunması. Yetkinlik yaşına çatmayan şəxslə ailə qurmaq, nigaha təhrik etmək cinayət məsuliyyətinə yol açır. Bu da ki, müəyyən cəzası da var bundan bağlı. Gəlin dəqiqləşdirək. Bu yaş neçə götürülür oğlanlarda, qızlarda? 18. Hər ikisində. Bəli. Nigaha daxil olma yaşı 18-dir. Yəni qanuni yaş. Bəli. Aydındır. Kifayət qədər biz görürük sosial şəbəkələrdə də müəyyən bir videolar da yayılır. İndi bəzən bu aşkara çıxarılan evliliklər olur. Biz Bəli. hətta bu barədə biraz da əvvəl danışdıq. Amma gizli olan, məsələn bu nigaha daxil olan o qədər cütlüklər var ki, bundan hələ xəbərimiz yoxdur da. Dərhal aşkar olunduğu təqdirdə Bəli, məsuliyyətə cəlb cəlb olunar. olunacaqlar. Hətta Bəli. qadın ana olmağa hazırlaşarkən də belə. Bəli, əgər belə bir hal yəni heç aşkar olarsa, təbii Aha. ki, bunun qanun qarşısında məsuliyyəti var. Və bugünkü gündə düşünürəm ki, sırf belə deyək də, insanları qorxudaraq deyil, maarifləndirərək bu hərəkətdən çəkindirmək lazımdır. Yəni bir insan başa düşməlidir ki, mən bu həyatı yaşayıram, belə deyək də, mən bu həyatı nə üçün yaşayıram? Məqsədlərim nədir? Nə əldə etmişəm? Nə əldə etmək istəyirəm. Yəni bu universitetlə də bitmir. Bugünkü gündə heç bir universitet və ya nigah, yəni ailə qurmaq xoşbəxtliyin qarantisi vermir. Yəni bir insan ilk növbədə anlamalıdır ki, mən bugünkü gündə bu dünyaya hansı məqsədlə gəlmişəm, nə əldə etmək istəyirəm, mənim bir məqsədləri olmalıdır, arzuları olmalıdır. Yəni həyat insana bir dəfə verilir və əlbəttə ki, cəmiyyətə xeyirli bir şəxsiyyət olmalıdır, fərd olmalıdır. Sizə elə gəlmirmi ki, məsələn, ailə institutlarının olmaması, ümumiyyətlə bu qadınların ailə qurmağa müəyyən bir hazırlıq prosesi olur da. Bununla bağlı maarifləndirmə o qədər də aparılmadığına görə bu vəziyyətdədir hal-hazırda vəziyyət. Düşünürəm ki, bu istiqamətdə müəyyən işlər aparılır, amma daha çox işlər aparılmalıdır ki, sırf belə deyək də, yenə də deyirəm, insanları qorxudaraq, yəni bax cəzası budur falan filan, bununla deyil. İnsanlara izah eləmək lazımdır. Seminarlar keçirtmək lazımdır bu mövzuda. Məktəblərdən başlamaq lazımdır və bugünkü gündə bizim kiminsə belə deyək də, kiminsə övladına tərbiyə vermək və yaxud həyatı izah etmək kimi bir hüququmuz yoxdur. Biz başlamalıyıq valideynlərdən. Valideynləri çəkindirməliyik ki, ay valideyn, sən övlad dünyaya gətirmisən, bu artıq bir məsuliyyətdir. Sənin birbaşa öhdəliklərin var, borcun var bu uşağın qarşısında və sən bunun belə deyək də gözəl gələcəyinin təminatçısı olmalısan və gözəl gələcəyin təmini ailə ilə və yaxud da övlad sahibi olmaqla deyil. Təbii ki, bunlar da olmalıdır. İnsana ailə də lazımdır, övlad da lazımdır, amma digər tərəflər də var. Çünki müasir dünyada yaşayırıq. Bugünkü gündə hər bir, yəni sosial şəbəkələrə giririk, yəni istəklərimiz çoxdur və hər şey də maddiyyata bağlıdır. Amma bir insan ki,
məktəbi bitirib, heç bir savadı yoxdur. Ümumiyyətlə hər hansı bir işə marağı yoxdur. Yəni bu hansı formada ailəni dolandıracaq? Əlbəttə ki, həmin ailədə problemlər yaranacaq. Çünki öhdəliklər var, istəklər var, tələblər var. Elə uşaq dünyaya gətirdim, kimsə qonşu onu saxlamayacaq ki, düzdür? Ona da bir müəyyən maddi təminat lazımdır. Bizim də elə məqsədimiz odur ki, məsələn, təhsilli ana olsun, yetişdirək, cəmiyyət üçün təhsilli ana belə də çoxluq təşkil etsin ki, çünki gələcəkdə uşaqların da təhsili birbaşa olaraq bilirsiniz ki, anadan da asılıdır, daha çox ünsiyyət, ümumiyyətlə onunla münasibət daha çox, bu bağlar daha çox möhkəm olmalıdır. Səmaya xanımın əlavəsi var bununla bağlı. Buyurun. Bəli, digər problemlərdən biri də psixoloji bir vəziyyəti deyə bilərik. Çünki ilk demək olar gənclərin, xanımların travmasının aldığı yer demək olar həm ailədir, həm xoşbəxt olduqları yerdə, həm də travmaların yükləndiyi, travmaların yəni formalaşdığı bir yerdir. Çünki bayaq da dedim, gənc xanımlar təhsil almaq istəyir, ancaq onun qarşısına deyirlər ki, sən gəlin olmalısan, sən evlənməlisən və s. Gəlinliklə gedirsənsə, kəfənlə çıxmasan, artıq onların qabağına bir baryer qoyurlar. Yəni ki, artıq ondan geri qayıtmaq yoxdur təbii ki. Hə. Yəni əsas problemlərdən biri də, ən vacib problemlərdən biridir. Uşaqlıqdan başlayır. O cehizlərin yığılması prosesi var. Yəni görürsüz hirsə. Sanki qadına hər zaman, qız uşağına hər zaman onu xatırladırlar. Əslində onun iki tərəfi var. Bir tərəfdən deyirlər ki, mən artıq bir müəyyən yaşımı yaşamışam, bir yaşımın bir hissəsini ötmüşəm. Övladımın, bəli, və övladımın yəni xoş gününü görüm, xoş günündə iştirak edim. Biraz da onun bu tərəfini düşünürlər, ancaq digər tərəfi verdiyi travmaları düşünmürlər ki, o insanların həyatına necə təsir eləyəcək. Yəni bunları da həll etmək lazımdır. Yəni çünki nikahın xitamı bugünkü gündə boşanma hər iki tərəf üçün böyük bir stressdir. Yəni belə deyək də, həyatının çətin anlarını yaşayırsan və heç kim deyə bilməz ki, mən bugünkü gündə bunu rahatlıqla keçirtmişəm, mənə təsir etməyib. Belə bir nüanslar var da. Yəni belə deyək də, sizin sözünüzə qüvvət, uşaqlıqdan artıq bir proje, bir layihə çərçivəsində qurulur bu ki, cehiz alınmalıdır, ailə həyat və belə bir fikir formalaşdırmağa çalışırlar qız övladlarında ki, sən ailə qursan, yəni artıq yəni demək olar ki, bu sənin ən böyük nailiyyətindir. Amma elə deyil. Nailiyyətidir və bayaq da söylədiniz, çox xoşuma gəldi. Dediniz ki, bu sanki valideynin bir missiyasıdır. Daim çalışır ki, onu tez başa çatdırsın. Rahatlanacaqmı, yüngülləşəcəkmi? Düzdür, bu gəlin reallıqdan danışaq. Çox uşaqlı ailələrdə ən çox belə deyək də olan bir haldır. Qarşılaşdığımız yəni hallar demək olar ki, çox uşaqlı ailələrdə yaşanır. Başa düşürəm. Yük var, qızın yükü daha çox olur. Yəni o baxımdan istəyirlər ki, tez bir zamanda ailə qursun, keçsinlər o bir uşaqları. Yəni bunu başa düşmək olar. Amma çox az uşaqlı, məsələn, indi necədir? 2 və yaxud da 3 daha çox ailələr, uşağı olan ailələr var da. O baxımdan da mən burada artıq biraz başqa mövqedə dayanmalıyam. Qadın zorakılıqla bağlı biraz da istəyirəm ki, bu barədə danışaq. Çünki bilirəm ki, sizin ictimai birliyiniz bununla bağlı çoxlu maarifləndirmə işləri aparır. Mən əslində buradan istəyirəm dinləyicilərimizə üst tutum ki, əgər imkan varsa fikirlərini göndərə bilərlər 055 93 490 93-ə WhatsApp nömrəmizə. Görək nə fikirləşirlər. Ümumiyyətlə bu erkən evliliklə bağlı olsun, qadın zorakılığına bağlı olsun, fikirlərə yəni açığıq və biraz da istəyirəm ki, qadın zorakılığına toxunaq. Sağlam təhsil sizi xoşbəxt gələcəyə aparan qapı. Biz bu haqda danışacağıq, amma istəyirəm ki, bu arada bir World Kariyer və Peşə Mərkəzini də dinləyicilərimizin yadına salın. Dil öyrənmə, xarici dil öyrənməyə baxımından çox rahat bir şəkildə siz bu mərkəzə müraciət edə bilərsiniz. Xarici dil öyrənmə, başqaları ilə ünsiyyət qurmaq və əlaqə yaratma baxımından çox vacibdir. Koreya, Çin, İngilis, Alman, Rus dillərini çox rahat bir şəkildə qısa bir müddət ərzində öyrənə bilərsiniz. Əslində, bəli, mərkəz daha çox korporativ şəkildə xarici dillərin öyrədilməsi ilə məşğuldur. Online olsun, offline olsun, fərq etmir. İstənilən bir qrafik əsasında sizə bu dili öyrədəcəklər. Hətta xanımları belə evlərinizə təyin edəcəklər. Həm uşağınıza ibtidai hazırlıqda kömək edəcək, həm də sizin özünüzə əziz xanımlarımız, analarımız xarici dil öyrədəcəklər. Yetər ki, siz istəyəsiniz. WhatsApp nömrəsinə yazacaqsınız 055 674 72 30 nömrəsinə. Təkrar edirəm 055 674 72 30 fürsəti qaçırmayın və sərfəli qiymət və uyğun qrafik əsasında bu dilləri öyrənməyə çalışın.
Və qonaqlarımız bir daha xatırladım, qadınların inkişafına və maarifləndirilməsinə dəstək İctimai Birliyinin icraçı direktoru Səmayə Hətəmova və qadınların inkişafına və maarifləndirilməsinə dəstək İctimai Birliyinin Qadın Hüquqlarının Müdafiəsi Departamentinin rəhbəri Ayan Qurbanova. Qadın zorakılığı haqqında ən çox belə deyək də sosial şəbəkələrdə müzakirələr aparılır. İstəyərdim bu barədə biraz danışaq. Qadın zorakılığına qarşı mübarizədə cəmiyyətin rolu necə olmalıdır və ümumiyyətlə necədir? Siz bir ictimai birlik olaraq bu barədə bizim qadınlarımıza hansı ümidverici xəbərlər verə bilərsiniz? Əsas onu vurğulamaq istəyirəm ki, bizim bugünkü gündə həm cəmiyyətimizin, yəni ictimai birliyimizin üzvlərinin yararlanması məqsədilə yaradılmış bir departamentimiz var. Qadın hüquqları müdafiəsi. Və fəaliyyətlərimizdən də biri odur ki, sırf zorakılıqdan əziyyət çəkən xanımlara dəstək olmaqdır. Gəlin onu açıqlayaq biraz. Nə nəzərdə tutulur qadın zorakılığı dedikdə? Məişət zorakılığı əsas nəzərdə tutduğumuz məişət zorakılığıdır və xanımlar var ki, məsələn, maddi təminatı yoxdur və yaxud hər hansısa bir formada, yəni bundan azad ola bilmir. Yəni heç kimə müraciət edə bilmir. Bir məsəl var, deyirlər normalda təbii ki, indiki zamanədə artıq düşüncələr dəyişir, amma bəzi ailələr var ki, orada düşüncələr hələ də dəyişmir. Deyirlər ki, sən bu evdən çıxdın, yəni gəlinliklə çıxdın, kəfənlə qayıdacaqsan məsələsi var. O artıq heç kimə müraciət edə bilmir. Öz dərdini heç kimlə bölüşə bilmir. Cəmiyyətin qınağına gəlməkdən qorxur. Yəni bu tip xanımlara dəstək olmaqdır bizim məqsədimiz ki, onlar müraciət eləsinlər. Tək deyilsiz. Tək deyilsiz, siz tək deyilsiz. Yəni biz sizin hardasa belə deyək də bacardığımız qədər köməyinizə çata bilərik, sizə istiqamət verə bilərik, yönləndirə bilərik. Yəni ən azından belə deyək də sizi belə bir problemlərdən qurtulmağa yardımçı ola bilərik. Yəni hər şey düşüncədə və demək olar əməldə başlayır. Çünki düşüncədə var ki, məsəl üçün mən artıq onu bacarmayacağam. Bir də var ki, onu dəyişən bir təşkilat olsun, qurum olsun, bir insan belə, yəni bir sözü ilə insana təsir eləyə bilər. Yəni onu eşitmək istədiyi vaxtda o söz ona deyilirsə, ona həqiqətən çox təsir eləyir. Məncə bu istiqamətlərdə yəni bu aspektdə baxsaq çox vacib bir məsələdir. Və bu qadın zorakılığı ilə bağlı əsas məsələ, məsəl üçün qadın hüquqları adı altında sadəcə qadın hüquqlarını biz qadın hüquqları olaraq desək birmənalı qarşılanmaz. Çünki qadın hüquqlarının arxasında demək olar müstəqillik, ailə daxilində bərabərlik, təhsil almaq, liberal dəyərlər, azad dəyərlər, söz azadlığı, bunların hamısı vacib məsələlərdir. Ancaq qadınların o qədər özlərinə qapanırlar və artıq onları unudurlar ki, yəni artıq bir şey əllərindən gəlmir. Amma biz indi daha çox indi azadlıqdan danışdıq. Bəzən savadsız, təhsilsiz qadınlar bunu başqa cür anlayırlar bu azadlığı. Yəni, gəlin etiraf eləyək. Böyük problemlərdən və Bəli. bugünkü gündə düşünürəm ki, yəni təhsilli qadın, özünə güvənən qadın zorakılığın qurbanı demək olar ki, yəni ola bilməz. Yəni çünki o artıq hüquqlarını bilir. Bir duruşu var, yəni güclüdür. Bugünkü gündə zorakılıqdan əziyyət çəkən xanımlar təhsilsiz xanımlardır. Yenə də gəlirik maariflənməyə, təhsilin vacibliyinə. Bu arada xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin sözləri yadıma düşür ki, deyir, bir savadlı, təhsilli kişi cəmiyyətdə təhsilli insan deməkdir, lakin savadlı, təhsilli qadın bugünkü gündə cəmiyyətimizdə savadlı bir cəmiyyət deməkdir. Yəni bir savadlı qadın təhsilli, sağlam düşüncəli cəmiyyətin təməlidir. Yəni yenə də düzdür, əlbəttə ki, istisnalar da var. Bugünkü gündə psixoloji zorakılığa məruz qalan kişilərimiz də var. Yəni praktikama əsaslanaraq bunu deyirəm. Yəni tək qadınlar deyil. Kişilərimiz də var. Cütlüklərin özlərindən də əlavə müdaxilələr də təbii ki, burada təsirsiz ötüşmür. Elə hər iki tərəf deyəndə mən bu tərəfi də nəzərdə tutardım hətta. Daha çox müdaxilələr olur ailələr tərəfindən yeni ailə quran cütlüklərin həyatlarına. Bu da artıq belə deyək də bizim mənəvi dəyərlərimizdən irəli gəlir, mentalitetdən irəli gəlir ki, 1-2 yetkinlik yaşına çatmış şəxs ailə qurur,
Lakin əgər valideyn ondan yaşda böyük olduğuna görə sırf bu düşüncədən, bu aspektdən yanaşır deyə, mən səndən yaşda böyük olduğuma görə mən səndən ağıllıyam, mənim həyat təcrübəm daha çoxdur və onu qəbul edə bilmir ki, yəni ağıl yaşda deyil, ağıl başdadır və bugünkü gündə yəni belə pis başa düşməsinlər məni. Təhsilsiz bir valideyn, yəni dünya görüşü, təcrübəsi olmayan bir valideyn nəyə öyrədə bilər ki övladına? Nə kimi töhfələr verə bilər onun həyatında? Bu daha çox yaşdan əlavə, bu daha çox mənə gəlir ki, maddi dəstək olduqlarına görə kifayət qədər elə bil ki, söz hüquqları da valideynlərin üzərində olduğuna görə mən sizə deyim ki, yaranır. Yəni əgər gənc oğlan daha çox oğlanların üzərinə düşür. Əgər ailənin məsuliyyətini anlayırsa, həm maddi çətinlikləri öz üzərinə götürürsə, belə deyək, və maddi dəstək almırsa valideynlərindən, o zaman onun da demək hüququ mənə gəlir ki, olacaq. Amma bu bəzən razılaşırsınız da, yəqin ki, bəzən əksinə olur. Daha çox söz hüququ o şəxsdə olur ki, valideynlər daha çox dəstək olurlar. Onun sayəsində bir yerə gəlib. Çox amma öz dırnağı ilə qazaya gəlib bir yerə çıxıbsa, yəni oğlanın da haqqı var təbii ki, amma hansı ki necə deyirlər bizdə el arasında atanın təmin elədiyi ya dayın təmin elədiyi dırnaq arasında elə deyil. Uzun müddət gedir mən sizə deyim ki, ona görə də hər zaman da müdaxilə eləyəndə özlərini də belə deyək də haqlı hesab edirlər. Bəli ki, yəni sənə dünənə qədər kim baxırdı, sənin ailənə belə mən baxıram. Bəzən bunu valideynlər kifayət qədər səsləndirirlər bu fikirləri. Bu uşaqlıqdan yaranır. Yəni uşaqlıqdan bizim ümumiyyətlə cəmiyyətdə belə bir adət var ki, uşaqlıqdan yəni uşağın hər bir hərəkətinə müdaxilə edirlər. İmkan vermirlər ki, bu fərd olaraq formalaşmağa çalışır da, böyüyür. Yəni okey, siz bunu dünyaya gətirmisiniz, lakin siz imkan, şərait yaratmalısınız ki, bu fərd olaraq, şəxsiyyət olaraq yetişsin, öz fikirləri olsun və çox vaxt heç müdaxiləyə ehtiyac yoxdur. Baxırsan ki, yetkinlik yaşına çatmış şəxsdə amma valideynlərindən asılıdır. Öz düşüncəsi yoxdur. Nəyə görə? Çünki uşaqlıqdan ümumiyyətlə, yəni təhrik olunub, məcbur olunub ki, bunu bu formada, bunu geyinməlisən, bunu yeməlisən. Yəni bunlar hamısı uşaqlıqdan gəlir və cəmiyyəti bugünkü gündə yəni bizim əlimizdən gələn nədir? Əlimizdən gələn odur ki, maarifləndirməyə çalışaq, ən azından bir yəni ətrafımızda olan insanlara çatdıraq. Məsələn deyim ki, bayaq söylədiniz boşanmanın səbəblərindən bağlı. Əslində boşanmanın bir səbəbi də budur. Məsələn, mənim çox yaxın bir tanışım var idi. Bir cəmi ailənin bir övladı idi oğlan və kifayət qədər dəstək valideynləri tərəfindən olduğuna görə evləndiyi xanım da axır yəni boşanmaya qədər getdi çıxdı da bu məsələ ki, yəni mən hətta sual verirdim ki, bax sənə yaxşı baxır, deyir ki, hər şey qaydasındadır, tək ayrıca evimiz var. Yəni heç kəs yəni bizə işimizə qarışmır. Amma deyirəm nədir problem? Oğlan kifayət qədər özü qazanmır və ailənin məsuliyyətini anlamır. Daim onu valideynləri evinə, yəni ailəsinə baxır. Yəni bütün maddi, bütün demək olar çətinlikləri hamısı valideynin üzərinə götürüb. Və bu da xanımı tərəfindən deyim sizə ki, heç də yaxşı qarşılanmadığına görə dedi ki, nə vaxta qədər belə davam eləyəcək. Baxın, narahatçılığa, böyük narahatçılığa səbəb olacaq. Çünki artıq bu insanlar hər hansısa belə deyək, hərəkətlərini və ya xərclərini özləri idarə etmək, yəni haqqları yoxdur. Onlar ki, daimə kimdənsə asılıdırlar. Yəni bugünkü gündə əgər valideyn, yəni istənilən bir şəxs biz əgər qazanırıqsa və kimisə maliyyələşdiririksə, biz əlbəttə ki, ona nəzarət eləyirik. Yəni bizim istəyimizə görə olur. Bu normal bir haldır. Təbii ki, bu xanımın böyük bir narazıçılığı olacaq. Yəni bu boşanmalara əsasən səbəb qadın tərəfindən olduğu kimi kişi tərəfindən də olur. Çünki hansı bir momentdə olur o? Kişi təbii ki, evə pul gətirə bilmir. Dediyimiz kimi ailədən asılı olur. Qadın da bunu qəbul edə bilmir və daha çox qazanmağa başladığı təqdirdə kişi özünü daha aşağı səviyyədə hiss edir və təbii ki, bizdə Azərbaycan mentalitetində belə bir şey var ki, qadın kişidən çox qazanmaz. Yəni əsas problemlərdən biri də budur ki, yəni boşanmaların bir istiqamətində bunu deyirlər. Məsələn deyim ki, qadın heç özü də istəmir ki, ondan kişi çox belə deyək ki, az qazansın. Məcburi hallar bütün qadınlar istəyir ki, daim kişi ondan çox qazansın. Ümumiyyətlə, yəni güclü bir istəyir ki, arxasına bir dayağı olsun. Bəli, özgüvənli olsun. Biz dəfələrlə proqramlarımızda bu təhsillə bağlı ekspertlərlə çıxış edir, yəni qonaq olurlar və onlar
müzakirə edirik müəyyən bir mövzular və onların fikirləri hər zaman mənim yadımda qalıb ki, valideynlər təhsil seçimlərinə qədər, yəni müdaxilə edirlər. Baxın, xaricdə təhsillə bağlı o qədər qonaqlarımız olurdu ki, bu barədə danışırdılar ki, yəni valideyn və abituriyent gəlib deyir, əyləşirlər. Mən onları deyir, artıq məcbur oluram ki, ayrı-ayrılıqda danışdıram. Çünki görürəm ki, hər hansı bir sualı verirəm, valideyn dərhal müdaxilə eləyir təhsil seçiminə, ixtisas seçiminə belə qədər valideyn bəzən. Yəni bu da bir səhvlərdən. Çox rastlanan bir haldır. Valideynlər qərar verməyə çalışır. Ümumiyyətlə mən düşünürəm ki, hər bir insan doğulanda hansısa bir potensialla, talantla doğulur da, yəni dünyaya gəlir. Və valideynlər bugünkü gündə müdaxilə etməkdən daha çox, yəni müdaxilə etməlidirlər əslində qalanda, amma müəyyən bir hissədə. Amma müdaxilə etmədən daha çox müəyyən yerə qədər, bəli. Şərait yaratmalıdırlar ki, onların övladı yəni belə deyək də öz fəaliyyətini, həyatda hansı bir işlə məşğul olacağını özün seçim etsin. Çünki bugünkü gündə biz işə gedirik də, yəni həyatımızın ən böyük hissəsi işdə keçir və elmi dərəcədə də bu sübut olunub ki, bir insan həyatının cəmi 10%-ni özü üçün yaşaya bilir. Qalan hissədə öhdəliklər, iş, daha sonra məsuliyyət, çabalar, pul qazanma çabası və s. və ilə cəmi 10%-dir. Və bugünkü iş seçimində, peşə seçimində biz çox diqqətli olmalıyıq. Yəni universitetə girdim, elə qəbul oldum, oxudum, ondan bitmir. Əgər sən bu fəaliyyətlə bu sənə zövq vermirsə, sənə belə deyək də maraqlı deyilsə, sən bu istiqamətdə heç özünü inkişaf da elətdirə bilməyəcəksən. Nəyə görə ki, bu sənə aid olan bir peşə deyil. Və düşünürəm ki, valideynlər ilk növbədə, yəni uşaqlıq, yəni ilk yaşlardan yardım etməlidirlər övladlarına ki, o özün tapsın. Öz maraqlarını formalaşdırsın. Bəli. Özündə travması olur. Bəli, onu sağalda bilmir və uşağına tətbiq eləyir. O travmalı böyüdür və onun da nəsil artıq belə zəngin şəklində gedir o formada. İstəkləri vaxtında qəbul olunmayıb, reallaşmayıb, gözləntiləri də uşaqdan o qədər çox olur. Öz arzularını reallaşdırmaq əsas problemlərdən biri də elə Ayhan xanımın dediyi kimi, yəni uşaqlıq illərindən gəlir və məsəl üçün mən polis olmaq istəyirəmsə, mənə artıq onlar deyirlər ki, sən müəllim olmalısan və müəllim istiqamətinə yönəldirlərsə, mən əvvəl-axır artıq istədiyim bir istiqamətə gedəcəm və əlavə olaraq bizdə Azərbaycan mentalitetində belə bir şey var ki, uşaqları Laura dildə desək at yarışlarına, yəni atlara bənzədirlər. Çünki həqiqətən müqayisə çox demək olar travmanın da digər səbəblərindən biri budur ki, müqayisə. Bir insan əgər öz xəyallarını belə gerçəkləşdirə bilmirsə, daimi olaraq nəzarət altındadırsa, müdaxilələr rastlaşırsa, əlbəttə ki, o insan heç bir formada formalaşmayacaq, onun psixoloji travmaları olacaq və cəmiyyətə belə deyək, xeyirli bir insan yetişməyəcək. Yəni bütöv bir şəkildə yox, yarı bir şəkildə formalaşacaq, o da davam edəcək ömrünün sonuna kimi. İndi öyrənəcəyik birazdan. Reklamlarımız bizi gözləyir. Reklamlardan sonra biz öyrənəcəyik. Görək siz belə gənclərə, valideynlərə necə dəstək olursunuz? Qadınlardan daha çox bu gün danışdıq. Onlara necə dəstək olursunuz? Bunun üçün hər hansı bir maarifləndirici tədbirlər keçirirsinizmi? Bu haqqda yəqin ki, öyrənmək istəyəcəklər bizim dinləyicilərimiz. Reklamlardan sonra qayıdacağıq. Məlumat şəklində deyə bilərsiniz. Buyurun. Ötüb keçən bir layihədən bəhs etmək istəyirəm. Dekabr ayının 22-si baş tutmuşdu. Sağlam düşüncəyə doğru adlı bir seminar idi. Orada müxtəlif sahələrdən spikerlər var idi. İstər tibb sahəsindən, istər hüquq sahəsindən, psixoloqlar, mentorlar, yəni öz dəyərli düşüncələri ilə bölüşmüşlər. Demək, seminarda hardasa 138 nəfərə yaxın adam var idi. Belə deyək, maarifləndirməmiz çox yüksək səviyyədə baş tutdu və düşünürəm ki, hardasa belə deyək də orada iştirak edən insanlarını, hətta geri dönüşləri aldığım təqdirdə anlayıram ki, insanlar həmin o seminardan tam şəkildə faydalana bildilər. Növbəti, yəni üzümüzə gələn həftə təhsil işçiləri üçün seminar nəzərdə tutulub, hüquqi maariflənmə ilə bağlı. Yəni bunlar hamısı təmənnasız şəkildə olur. Və ayın 22-si o da seminar şəklində olacaq. O da vaxtın idarə edilməsi ilə bağlı bir seminarımız olacaq. Yəni asudə vaxtın təşkili, sosial mediaların bizim həyatımıza təsirinin idarə edilməsi. Yəni bu mövzularda, yəni gələcək
planlarımız Çox var. maraqlı mövzulardır əslində. İstərdim ki, mentorluq forumu haqqında da Səmaya xanım məlumat versin. Bizim departament bayaq da adını çəkdiyim kimi koçluq, mentorluq və psixoloji dəstək departamenti var. Onun rəhbəri Nigar xanım Əliyevanın rəhbərliyi ilə keçiriləcək. İnşallah aprel ayında forumumuz üçün hazırlaşırıq və məncə hər bir sahədən olan əməkdaşlar üçün, işçilər üçün məncə çox uğurlu və sərmərəli bir forum olacaq və əlavə olaraq bayaq verdiyiniz sualla bağlı bir cavab vermək istəyirəm. Necə dəstək olursunuz? Bəli, bəli. Deməli, dediyim kimi İctimai birlik daxilində müxtəlif üzvlər var. Sadəcə burada həmin üzvlər bizneslə məşğul olan xanımlar deyil, təhsil işçisində məşğul olan xanımlardır, müəllimlərdir, həkimlərdir və s. Yəni onların da istiqaməti, məsəl üçün müəllimlərin də özünün ehtiyacı var. Məsəl üçün müəllim ola bilər, ancaq müəyyən bir ehtiyacı var ki, o hər hansı bir mövzuda maariflənsin. Məsəl üçün karyera ilə bağlı müəllimlikdən başqa bir karyeraya getmək istəyirsə, təbii ki, o istiqamətdə bir fəaliyyət göstərməlidir və onun üzərində çalışmalıdır. Təbii ki, hər hansı bir seminar da onun üçün lazım ola bilər, vacib ola bilər. Əlavə olaraq da onu qeyd etmək istəyirəm ki, cəmiyyət olaraq, ictimai birlik olaraq təmənnasız, yəni maddi təminatı olmayan şəxslərə də konsultasiyalar təşkil edirik. Yəni ödənişsiz, bəli. Yəni ehtiyacı olan şəxslər buyurub müraciət edib, belə deyək, faydalana bilər. Belə. Təşəkkür edirik. Mən də sponsorumuza təşəkkürümü çatdırım. Məhz Rabitəli Nitq Reabilitasiya Mərkəzindən söhbət gedir. Bayaq da söylədim və təcrübəli peşəkar komandası ilə uşağınızla bağlı olan nitq qüsurlarını aradan qaldıracaqlar. Yetər ki, siz müraciət eləyəsiniz. Mərkəz yaş məhdudiyyəti olmadan fəaliyyət göstərir. Peşəkar və savadlı mütəxəssislərin köməyi ilə qısa müddət ərzində müsbət nəticələr təbii ki, əldə edəcəksiniz. Birlikdə yeni nəslə qüsursuz bir gələcək bəxş olunacaq. 050 867 2743 nömrəsi ilə əlaqə saxlayın. Təkrar edirəm, 050 867 2743 və Instagram səhifələri də var. Rabitəli _ Nitq. World Career Peşə Mərkəzi dillə bağlı problem yaşamayacaqsınız. Çünki tez bir zamanda xarici dil öyrənmək üçün səy göstərirsinizsə, yolunuzu salın. World Career Peşə Mərkəzindən dil öyrənməyə başlamağın tam vaxtıdır. Yeni bir ay başlayıb və yeni bir həftə başlayıb. Təbii ki, indi qeydiyyatdan keçin və radiodan da dinlədiyinizi mütləq şəkildə qeyd edin. Həmin anda elə endirimlərdən yararlanacaqsınız. WhatsApp-a yazmaq lazım gələcək 055 674 72 30. Açılışlar, ümumiyyətlə tədbirlər Başkənd Restoranlar şəbəkəsinin köməyi ilə də reallaşır. Baxın, həftə sonu oldu. Artıq biz əyləncəli keçirmək üçün məkan axtaranda çətinlik çəkmirik. Başkənd Restoranlar şəbəkəsinə müraciət edirik. 20 ildir ki, fəaliyyət göstərirlər. Həftə sonu siz də istirahətinizi məhz Başkənddə keçirə bilərsiniz. Yekunlaşdırırıq. Bir daha qonaqlarımızı sizinlə tanış edim. Labirint Hüquq Xidmətləri və Təlim Mərkəzinin təsisçisi və rəhbəri, Qadınların İnkişafına və Maarifləndirmə Dəstək İctimai Birliyinin Qadın Hüquqlarının Müdafiəsi Departamentinin rəhbəri Ayan Qurbanova. Təşəkkür edirik bir daha gəldiyinizə görə. Mən təşəkkür edirəm. İzləyicilərimizə, daha çox radio dinləyicilərinə öz dərin minnətdarlığımı bildirirəm. Uğurlar arzu edirəm. Təşəkkürlər. Qadınların İnkişafı və Maarifləndirməsinə Dəstək İctimai Birliyinin icraçı direktoru Səmaya xanım Hətəmova da bizimlə bugün sağlam təhsildə idi. Dəvət üçün təşəkkür edirəm. Və məni eşidən xanımlara bir şey demək istərdim. Hər zaman özünüz olduğu kimi qalın, heç bir zaman dəyişməyin. Yəni sizi siz olduğunuz üçün sevən insanlar hər zaman olacaq. İstər dost, istər ailə münasibətləri, istər sevgi münasibətləri, hər zaman olduğunuz kimi qalın. Hər zaman parlayın və hüquqlarınızı qoruyun. Hüquqlarınızı bilin. Təşəkkür edirik. Bayaq Səmaya xanım, səhv etmirəmsə siz söylədiniz ki, təhsil yalnız məktəblə bitmir, daim oxumaq lazımdır. Mən də o fikirlə razıyam ki, həyatın özü elə bir təhsil prosesidir ki, biz hər zaman öyrənməyə daha çox təcrübədir. Bəli. Amma hüquqları da bilmək çox önəmlidir. Bu səbəbdən də mütləq bu istiqamətdə də təhsillə bağlı hüquqlar dediniz, amma mən istəyirəm sizi bir daha burada görəm. Görək təhsillə bağlı hüquqlar dedikdə nə başa düşülür və onunla bağlı maraqlı bir mövzu olardı. Əslində sizlə yenidən görüşmə və müzakirə aparmaq sağlam təhsildə. Dəvətiniz üçün təşəkkür edirəm. Görüşənədək. Hələlik sağ olun. Diqqətinizə görə minnətdarıq əziz dinləyicilərimiz. Sağlam radioda qalın, bir-birindən maraqlı hitlər. Ən son hitlər 93 FM-də səslənir. Sağ olun.